Doktor salam. Buyurun, şikayətiniz nədir? Doktor yaz gələndə mənim belə burnum tutulur, gözlərim falan yaşarır. O nədəndir? Dəhşətli, oradan deyirsiniz. Məncə bir şey deyil, uşaqlıqdan belədir, yəqin allergiyadır. Yaxşı, narahat olmayın, sakitləşin. Nə vaxtdan bəri var? Rahatam, uşaqlıqdan bəri vardı, ona görə rahatam. Tez Aytacı doktora deyin, gəlsin otağıma. Bəli, siz də davam eləyin. Deyirəm uşaqlıqdan vardı, uşaq olanda da həmin şey idi məndə. Yaxşı, siz özünüzü yormayın, belə şeyləri fikirləşməyin. Yox, yəni yəqin yaz allergiyasıdır da, klassik bir şeydir. Dəhşət, valla dəhşətdir. Doktor, yəni klassik allergiyadır da, bir dərman yazın, içim keçsin də. Əməliyyat. Nə əməliyyat? Dərhal əməliyyat eləmək lazımdır. Ancaq yazda baş verir də, yəni nə əməliyyat? Mədə çatışmamazlığı. Nə? Apendisit. Yox, deyirəm allergiyadır, burnum axır, burnum. Yaxşı, siz gedin kassaya yaxınlaşın. Mən kassaya niyə getməliyəm? 4000 ödənişini eləyin, əməliyyata başlayaq. Mənim burnum axırı, mən 3000 nəyə verməliyəm? Bir saniyə, əməliyyat masasını hazırlayın, gəlirik biz. Mən ora düşmüşəm. Tez, qalxın, gedək gözləyirlər.